Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 27-si, həftənin bazar ertəsi günüdür və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Maaşlardan çıxılan vergilərin miqdarı açıqlanıb. Bununla bağlı News 365 A saytına iqtisadçı ekspert Eyüp Kərimli bildirib. O bildirib ki, bu günlərdə vergilər məcəlləsində yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500-ə qədər olan maaşlara 3% verginin tətbiq edilməsi müzakirə edilir və Eyüp Kərim onda deyib ki, bəzi ekiblərdə 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər də yayılır. Lakin bu səhvdir. Belə ki, hazırki dəyişiklik vergilər məcəlləsinin 102.1.6-cı maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. Həmin maddənin tələbinə əsasən isə fiziki şəxslərin gəlirləri ayda 2500 manat olduqda 200 manat olan hissəsi vergi tutulmasından azaddır. Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək deyə iqtisadçı bildirib.